Neçə olur ay quzu? Vet, vıt, 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 vet, vıt, vıt. Kosmetika yerinə neçə olur? Yox, bu yapışdırım zart çıxardım. Hə, onda onunla gedib alaram aptekdən. Yox, lipitka şey istəmirəm, belə qaynadıb qızdırım. Onu mən harada qaynadıb qızdıracam? Hazır vırıb qopardırsan, kağızı ilə bir yerdə. O necə edirlər? Var da olur, hə, vəsə. Başımı oynatacağım, Nahid. Kuda bükən Nahid. Həzə. Evin içində sürtərsən qıza. Sizin başlı çatır. Evdə nə işi var onun? Şəhərdə deyəcəm. Evin içində nə işin var onunla? Girişlik də bu. Hazır alacağım, hazır var. Belə sürtürsən ayağa, kağızı yapışdırırsan. Çat! İncidir, incidən olsun. Aptekdə qıza tapşırım. Deyim, incidən olsun. Ölmək istəyirəm. Əlvin içində, hə, çaşdım. Öləcəyim, anneciğim. Prosta qısa deyim ki, 5 dənə ver də kağız. Elə bir 10 qısı iridir də, yəqin. Bir bura vuraram, bir bura. Bu gün 10 qısını görəcəm, naməhram. Bir bura. Bir neçə dəqiqə saxlamalıyam, başı salımda qızlar. Neçə dəqiqə saxlamalıyam. 4-də gələcək. Neçə dəqiqə saxlamalıyam. 2 dəqiqə. 30 saniyə. İçində 4 dənə olur həfsi. Cart. Uyduğun qışqırtısını gözləyirəm. Ay Allah ölürəm. Saçımın ayfını çıxacaq. Deyəcəm, tuzikim. Başını alladacam onun. Tuzikim. Cart. Uydu. Özə deməyəcəm, qəfil çıxardacam. Görüm bu kağız tutub bir dənə part. Bildirmədən çıxardığında ləzzət edir. Çık. Çık. Başıma oldu. Git şeydi. Ölürəm. Çıxandığında belə durum. Cart. Laçınlısınız. Yox, şəməxliyəm. 4-də. Öləcəyim. Yazığım nə şikayət cəzasıdır, yazığım gəlib. Usta neçə gündə yığıram ondan. Kendimi çok seviyorum. Eşitsin də, yadından çıxacaq orada həyəcanlanır. Az onun xasiyyətini cəzbə verir. O belə nüanslara fikir vermir, o belə videoları görür, keçir. O ancaq özünə, mənlə bir yerdə mahnı ilə ya da belə romantik video paylaşırsa, oturub ancaq onun yorumlarını oxuyur. Vəsə, mən o xasiyyətini deyim də sizə. 2 saat öz kayıtlarına baxır, yorumlarını oxuyur, vay o günə ki xoş söz yazasınız, vay o günə ki kimsə orada quşlasın. Nəsil əcabət qalmayacaq. Girəcək o adamın bütün videolarına baxacaq, direktinə yazacaq, nömrəvi yaz. 15 nəfər də görsə 15-nə də gidəcək. Çox biləydi o. Düşür hər şeyin üstünə. Nömrəvi yaz. Xoş söz yazan ki. Görürəm atdan hırıllayır, gülür, hırıllayır, hırtıllayır. Bugün toya gedir, deyirəm mahnı qoy qulaq asaq. Mənə mahnı qoysa yaxşıdır. Varavskoy. Talış mahnısı. Varavskoy mahnılar. Nə bircidir qız. Salam. Bir yəni çəp baxdım, onu özü başa düşdü, söhbəti dəyişdi mahnını. At şəkillərin atını ondan alacağım. Çox bağlı şeylər olmasın ha.
Ürəyi təmizdir, dili zəhərdir. Nə olsun ürəyi təmizdir? İtdir elə bil. 2 dəqiqədə sən ürəyi belə qırar. Elə sözlər deyər, cındırıva çıxardar. Sonra gələr yanında elə oturar, göyə sözləri deyən o deyil. Görmürsən, deyir, mən acıq elədim, çıxdım, getdim, sən oturub məni gözləyərdin də. Mən deyir, beləyəm də, bilmirsən məsələn. Mən səni yoxa söhbət olun, mən səni gözləmək məcburiyyətindəyəm. Yəni, mən səni borcluyam. Bayaq misafirdə mənim ağzıma pox qoydu, acıladı məni. Bir yarım saatdan sonra yadımdan çıxdı. Gəlir, gedir ona, fikir verməyim. Onun üçün mən ona baş qoşmuram. İzləyicilər də öyrəşib onun xasiyyətinə. Əvvəl izləyicilər əsəbləşirdi, yazırdı ona. Ayıb olsun, ayıb olsun. İndi izləyicilər yazır. Hə, yaxşı, ok tutdu. Ölürəm onlar elə yazanda. Tutdu, gəldilər, tutdu, yenə tutdu, tutdu. Tutdu. İzləyicilər yazdığı tutdu. Hə, hamısı yazır, hə, yenə tutdu. Allah əvvəl izləyicilər pis olurdu, fikir verirdim. İndi yazdılar tutdu. Öyrəşiblər də. O xasiyyət odur. Öncə siz də baş qoşmayın ona. Dalaşsa da neynəsə də uzaq başı 1 saat, 1 gün. Yarım saat, maksimum 2-3 saat, vəsə. O elədir, o kini yoxdur. Burun əməliyyatı yox. Onda küsmək zat yoxdur. Məndə var, onda yoxdur. Kareleva çox sağ ol. Kareleva çox sağ ol nədir? Kareleva necəsən? Özcanla oynayında. Özcanı görmürəm, Özcanı mən. Devrana oxşadandan bulatı qalxıb onun. Yaxşı. Talışdı. Nəsirov, hə. Düşük ölür də oğlan üçün mənliksiz. Əcəb eləyirəm. Atondur, qardaşındır, yaxşı eləyirəm. Ərindir, əcəb eləyirəm. Yaxşı eləyirəm. Sənə. Sonra var sözün. Əcəb eləyirəm. Sonra. Dünən kövrəldi canlıdır. Kim kövrəldi? Azo. Həqqi olur. Həqiqi ölür. Ölmək necə olur qızlar? Bir dənə mən deyə bilərsiniz. Ölmək siz nə edirsiniz? Bir dənə mən deyim. Beci qürbənlər, becilər. Ölmək nə edirsiniz aşkım? Sən ölərsən, onun üçün. 55 dəfə zəng eləyib açmamışam. Ölən qız ürəyə gedir, tez açır telefonu. Sən o sözün çoxdan atmışdın. Bəlkə də direktində yatmışsan. Ağzının içinə girərsən. Mənim yerim olsun. İnan Allaha. Sən onu mənə yazan ağzının içinə girərsən. Bəlkə də nələr eləmişdin, onu Allah bilir indi. Onu mənə artıq yazanlara aid, daha yaxşı yazanlara yox. Sən mənim yerimdə olsun, Allah bilir nələr eləmişdin, inan Allaha. Həm də nə edirəm, əcəb eləyirəm. Yaxşı eləyirəm, belə də ki, zor eləyirəm. Yandırır bəzilərini. Nə koftası ay xanım? Yaxşı varsan, yaxşı ki varsan, çox sağ ol. Yaxşı həmsiniz özünüz. Sən nəyə yanırlar? Dalaşırıq elə bilirlər ki, bizim dostluğumuz bitdi, görülür. Oydu, bunlar yenə barışdı. Ha, təzəcə sevinirlər. O tema nə temaydı? O dedi ki, bəziləri canlasanda bizə baxır qıraqda. O nə temaydı ki? O mənə direktdə yazarsınız da qızlar. Bilan var, mənə WhatsAppda yazsın da, burada yox. O nə temaydı? Saçınızdan hansı heç nə, adi keratin şampunla yürüm. Həyat mənim də kef elə deyəndə Allaha and olsun. Quran adına biz təklikdə otururuq maşında. Mən utancağım, mən çox söhbət eləyə bilmirəm. 5 dəqiqə, 3 dəqiqə belə nə söhbət eləyə. Elə biz maşında bütün günü nə ala bilir, nələr edirik. Quran haqqı yox. Yolumuzu gedirik, canlı açırıq, canlıda söhbət edirik, gülürük, danışırıq. Təzən yenə.
Gətirir, yolda bir ikilər söhbət eləyir, düşürdür evə, çıxır götürür. Vəsə. Heç mən ondan indiyə kimi belə yanağımdan belə görüşməmişəm, Allah and olsun. Bərəkət haqqı, bu çörək haqqı. Bir dəfə canlıda yalan elədim, o da belə havaya yalandan, belə. Heç əl-ələ gücünlə belə salamlaşırıq biz. O təklikdə də o da elədi, mən də eləyəm. Qıraqdan salam, pisi. Niyə? Elə idi, nə bilim. Güya niyə Çay xanım? Elə danışırsan ki, güya. Onun namusa adiyyəti yoxdur. Mən o sözü namusa görə demədim. Deyirəm, yəni ki, eləyik də, yəni başa düşdün. Bəyəm kim nəsə görüşən qız namussuz olur, nə adiyyəti var? Mən onun namusa görə demədim ki. Namusa görə demədim. Dedim, yəni, məsafə var da aramızda, o mənada dedim. Realda da biz utanırıq bir-birimizdən. Canlıda elə danışmamıza baxma. Heç ritki, əl-ələ tutub heç görüşmürük. Salam, maşına minəndə salam. Biz yol boyunca bir-birimizə söz soxuruq da, yəni. Bu gün mənə nə deyir? Sən Şamaxıda belə paltar görmüşdün. Paltarına bax, bunu belin qoyub çöldə. Dedim, nə olub ki, bu şuşadır? Şamaxıda qızlar bir gözəl geyinir ki. Ancaq işi söz soxmaqdır. Ya da maşında sürür, dalaşır. Sürdə, keçdə. Ləman deşiri qrofqa eləmək. Yavaş elə bir stayankayam. Keç, düz, sağa, sola, gözdə, gəldi. Yavaş, sən Allah, biraz geç çataq, amma salamat çataq. O da deyir, qoca arvad kimi deyinirsən ancaq. Yufka bir qarış. Olsun da yufka bir qarış. Yanındakı oğraş olmayandan sonra yufka bir qarış olsa da olar. Yanındakı kişi olandan sonra sən narahat olma. Cır-cındırın yanında yufka geyinmirəm ki, kişinin yanında geyinirəm. O cındır olsaydı mən onun yanında onu geyinməzdim. Mən bilirəm kimin yanında nə geyinirəm. Narahat olma. O bir dəfə mənə artıq əsinə baxmayıb nə bir şey. Başa düşdün? Sən ged işinlə məşğul ol. Özündən müğayət ol. Mən bilirəm kimin yanında nə geyinmək lazımdır. Mənə geyinməyi öyrətmə. Canım mənim. Ondan mən nəsə görsəydim, heç vaxt onun yanında elə rahat geyimlər geyinməzdim. Onun yanında özümü rahat hiss edirəm mən. Çünki bilirəm ki, o elə o insan deyil. Xanlar, çox sağ ol. Bunun aşıqı adiyyəti yoxdur, xanım. Fanta içirəm. İç fanta, at kanta. Xanlar, teşekkür. Belə də ki, məndən də qısa geyinənlər var. Maşallah, şəhərə baxıram, məndən də qısa geyinənlər var. Hələ topik geyinənlər də var. Ərinin də yanında geyinən var, nişanlısını da yəni. Mən subay qadına heç ərim də yoxdur. Sizə nə adiyyəti var, mən nə geyinirəm? Sizə dəxili var, mən nə geyinirəm? Özüm bilərəm. Valla büründüm, oturdum, yenə də mənə ağzınıza gələn dediniz. Hələ luçu belə geyinim, elə nə deyirsiniz deyin. Onsuz da bürünüb oturanda da ağzınıza gələn deyirsiniz. Heç olmasa deməyi bizə dəysin də. Baxıram ki, bəziləri bizə dəymir. Sən elə 2 günlük gəlmişəm dünyaya, qoy özümə baxım. Çərçivədən çıxmıram ki, normal geyinirəm, amma özümə baxıram. Valla məndən də qısa geyinənlər var. Bir dənə mən deyiləm. O yufka satışda varsa deməli hamı alıb geyinir. Normalda yufkadır. Bu boyda budum yoxdur ki, pis görsənsin. Amarıq ayaqlarım var. Yaraşır, geyinirəm. Yaxşı eləyirəm. Mənim yufkama söz eləyənlər, nə olsun ki, yayda dənizə gedirsiniz? Mən yenə də deyirəm, pis baxmıram, özünüz bilərsiniz. Amma yayda dənizdə kupaniklə gəzirsiniz. Nə olsun dənizdə, orada da adamlar var da, orada da kişilər var da. Nə olsun? Əgər mənim yufkama söz eləyirsinizsə, o nə tərə başa düşək?
Heç mənim 32 yaşım var, mən bu yaşıma qədər kupanik geyinməmişəm. Kompleksim var, xoşlamıram, utanıram. Geyinənə pis baxmıram, amma heç vaxt geyinmərəm mən kupanik. Onu mən özümə heç vaxt yaraşdırmaram yəni. Nə də pis baxmıram, geyinənlərə həsrət taparım, qəşəng də yaraşır. Amma mən geyinə bilmirəm. Astır vızqırdaz buradan. Gülübü də götür o. Sevir gülübü, bas bayrağı profilindən. Heç vaxt demə. Xanım 32 yaşıma kimi geyinməmişəm, deməli geyinmərəm. O ki qaldı qısa yubqaya, bir də sizə bir şeydən video göstərəcəm, gözləyin. Mənə deyirsiniz, Nəsirovu tapandan sonra geyinmişsən. İndi mən sənə sübut eləyəcəm, mən Nəsirovu tapandan sonra geyinmişəm. Balina, bura gəl. Mən həmişə özümə baxan olmuşam, qızlar. Prosta mən bir də görsəm beynim çönür, mən özümə baxmıram. Evin içində otururam, heç ara getmirəm. Nə edirəm evin içində? Kendi səni göstərəcək bacı. Paracaq, dılğarilla. Bu bir. Burada Nəsirovun izi tozu yoxdur məndə. Bu bir. Düşük sənsən. Deyən indi. Bu iki Azərin verişi. Ay Nəsirova geyinir. Nəsirovu gördü, özünə baxdı deyənlər. Ay bədbaxtlar. Yazıqlar. Ay yazıqlar. Gedin köhnə ekran kayıtlarıma baxın. Orada doludur mənim yufqada videolarım. Doludur, itə tök. Verişdə olanda hamı görüb. Mən platya zat hər şey geyinmişəm. Hər şey. Qısa da geyinmişəm, uzun da geyinmişəm. Normasında. Mən deməmişəm qısa geyinənə pis baxıram. Demişəm ki, qısa geyinəndə də elə geyinmək lazımdır ki, əyləndə içinə çöldə qalmasın. O mənim o kayıtlarım hələ də durur. Alt paltarına kimi göstərir demişəm bəzi qızlarda. Geyinəndə də hər şeyi demişəm normasında geyinmək lazımdır. Mən qısa geyinənlərə pis baxdığım videonu gətir göstər mənə. Sözə qulaq asan da bir axıra kimi qulaq asın. Mən özüm TikToka gələndən bəri yubqa geyinirəm. Mənə yəqin çoxdan izləyənlər bilir. Siz izləmirsiniz, bilmirsiniz. Mən çoxdandan yubqa geyinirəm. Mənim üçün yubqa geyinmişəm. Yeri gəlsə yubqa şalvardan abırlıdır. Şalvar adamın bütün bədənini göstərir, amma yubqa yox. Yeri gəlsə. Elə şalvar var, geyinməsən ondan yaxşıdır. Xanlar çox sağ ol. Az yaxşıdır. Good morning. Köhnə videolarımı tapdıqca atacağım sizə. Ay Ləman filan kəsi tapdı, Ləman özünə baxdı. Cındır günündəydi, nə günündəydi? Daş sizin başınıza deyil, bu da onun. Daş sizin başınıza. Gör neçə ilin videolardır bunlar. Nəsirovdan sonra qısa geyindi. Gör mən qısa geyinəndə Nəsirova nə adiyyatı, ya Nəsirov qız görməyib, ya qız görməyib, ayaq görməyib. Ürəyim istəyir, bəyənirəm, alıb geyinirəm. Nə adiyyatı var? Yaxşı eləyirəm. Ürəyim belə istəyir. Sənin cəza alacaq. Çox sağ ol canım hədiyyə üçün. Köhnə şəkillərimdən qalsaydı göstərərdim sizə. Haydi li 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 yar, haydi li 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 li. Hə, indi də deyirsiniz Nəsirov, sən Nəsirova da göstərəcəm bu videonu. Mənə tapandan sonra yubqa geyindin. Onu da gəlsin bu günlərim göstərəcəm ona. Yubqanı. Deyirəm bir dənə olsaydı mənə bir səs nə atardınız? Meymun var 2000 neçəlik ya da balina borca. Tac atın da qızdır. Nə elirsən arıqsa? Mən ümumiyyətlə arıq olmağına arığam. Amma biraz qarnım, bir də sinəm mənim yekə idi. Sinəmi kəstirmişəm. Bir də qarnımı bir damcı götürmüşəm. 2 kilo yağ çıxdı mənim qarnımdan. Dayan göstərim sənə əməliyyatdan əvvəlki bədənimi. Vitamin atmışdım. Vitamin çox pis kökətmişdi məni. Xanlar çox sağ ol. Gən əməliyyatdan əvvəlki bədənim görüm durur. Burada göstərim sizə. Dəqiqə. Duydum ki dudakların beni özlemiş.
Deyim, Nəsirovdan əvvəlki vaxtlarım. Mən bəyəm, eybəcərəm bəyəm. Millet danışırsınız, xətrimə dəyirsiniz. Ey Allah, haqqısız mən. Mən çuşqayam, nəyəm, deyə. Nə olub ki mənə? Bəzənəndə bəzənirəm də mən. Deyə gəlin. At sifətsə. Buna at sifət demirlər. Buna fotogeniş sifət deyirlər. At sifət başqa şeydir. Lomba gedib. Deyəm. Deyəm. Verişdə olan vaxtlarım. Dur gəlin. Qoydu qəribə danışırsınız. Güzel. Deyəm. Nə olub ki mənə başa düşmürəm. Lazım onda giyinirəm də, keçinirəm də. Yaxşı ki bu telefonun arxivləri var. Ölücüyüm. Süpürsü danışanda elə danışırsınız ki. Pişmiş toyğun gülməyə gəlir. Hara getdi o şəkil? Bay dədə bay. Bədənimi içə eləyəcəkdim, dayan. Deyirsən 16-da qalıb. Xanlar çıxsa səndən çıxacaq o balina. Necə hiss ediyor. Bu da onu istəyirəm bugün geyinim qızlar. Geyinəsi olsam əgər. Kambizonumu itirmişəm qızlar. Kambizonumu bilmirsiniz hara qoymuşam. Dayan, ayda əməliyyatdan qabaqçı videom var idi bir dənə. Ay Allah. Orada göstərəcəm. Siz çoxunuz deyirsiniz, səndə dəyişiklik hiss olunmur, amma dəyişiklik çoxdur. Əməliyyatdan qabaq belə idim. Qəşəngdir. Sonra belə idim, yəni çox da kök deyildim, amma sinəm var idi, biraz sinəmi kəstirdim. Fərq var, indi göstərəcəm fərqi sizə. Sinəm yekə idi qızlar, fərq var, sizə elə gəlir. Verişdəki vaxtlarımız, hayf bu günlərdən. Sinəm var, yenə amma əvvəlki kimi deyil də balam. Əvvəl lap pis idi, buralardan pırtlayıb çıxırdı koftan zadının içindən. Əvvəl lap bərbad gündəydi, yenə indi şükür bacı. Tapsaydım göstərərdim o şəkli sizə ki, görün, bax, belimə bax. Belimə bax. Bax, bu əməliyyatdan qabaqçı vaxtımdır, belimə bax. Sinema bax, belimə bax. Artıq gör necə çıxır. Arıq olsan dar geyinəndə bilinirdi. Amma indi o çıxmır, düppədüz qalır. Kiçik nüanslar var idi qızlar. Olsun da kofta qırış evdə idi. Yox, sinə əməliyyatı qəti ağrıtmır. Sinəni elə dur gəl evə. Yəni o dərəcədə ağrı hiss eləmədim mən sinədə. Sinə əməliyyatı qədər asan əməliyyat yoxdur qızlar. Deyərdim ki, yəni kiçiltmədən söhbət gedirsə, sinə kiçiltmə çox asandır. Bir damcı arada bir ağrıların olur, ağrı kəsici dərman atırsan, pis o da elə cüzü. Şey ağrısı kimi bildiniz də. Cüzü, belə cüzü. Hiss eləmirsən heç nə. Məndə izi qalmayıb, yox, mənim bədənim elastikdir, qalmayıb izi. Nə yalan deyim, indi açıb göstərə bilmirəm də canla da üzürü say, amma izi qalmayıb məndə. Gedəcəm, qızın yanına getməliyəm. Sabahda bir gün də gəlib canlı açaram orada. Qiymətlər də orada deyərəm, indi bilmirəm qiymətlər necədir. Deyəsən, qiymətlər dəyişilibdir, gör mən nə vaxt eləmişəm, buraya bir ildir. Gedəndə canlı açaram. Dişim zilikondur. Dişimin qiyməti 8.000'dir, amma mən pulsuz eləmişəm. Pulsuz, reklama. Yedim çörək. Orada 4.000'lik də var, 5.000'lik də var, 3.000'lik də var. Dentist rızadır. Kreditlə deyil. İlkin ödəniş 500-600 verirsiniz.
Ay bayda 300-400 verirsiniz, dişinizi düzəltdirirsiniz. Dişinizi düzəltdirirsiniz. Yəni Dentist Rıza səhifəsi var. Kreditlə də eləyir, öz yeridir deyə kreditlə eləyir. Baxır imkanı var, imkanın çatmırsa sən normal qiymətdədir. WhatsAppda bir də yaz oxuya bilmən, amma superdir. 15 günə mənim dişlərimi hazır elədi, verdi. 10 yuxarı, 10 aşağı. Həm yontdu, həm müalicə elədi, həm zirkon elədi, hamısını elədi, verdi. Hələ mən 200 gün gecikdim, getmədim. Onda uzaqda qalırdım, o xırdalanda olurdu. Getsəydim lap tez verərdi. Vaxtında getmirdim. Mənim adımı versən indirim eləyər. Deyib izləyicilərə indirim eləyərəm. Amma dinən Ləman dedi. Ləmandan gəldim. Niyə başa düşmədim? Ləman dedi. Ləmandan gəldim dinən. Vəsə. 10 günə, 15 günə dişvi hazır edib verəcək. Əldən çox cəld ustadır. Emax da var, amma mən eləyəndə zirkon idi də. Emax deyildi. Məhəmməd Dənizlə nə olar ki video çəkədə? Məhəmməd Dəniz Azərbaycanda deyil ki, insanda çəkir. Mən çox TikTokdakı oğlanla video çəkmişəm. Nə olsun ki? Taxta art, təşəkkürlər. Sən hardasan? Evdə harda olacam? Qızlar, mən qiymətlə bağlı heç nə bilmirəm. Səhifəsini verirəm, gedin yazın da. Bilmirəm axı, başıma dönüm. 2000 də var, 3000 də var, 6000 də var, 8000 də var. Dişin qiymətləri razıdır. Büdcəyə uyğun eləyirsən də kreditlə. Amma çox gözəl şeydir. Kompleksin qalxır. Güləndə utana gülmürsən. Kompleksiz gülürsən. Məsləhət görürəm. Olsa telefona gedib 2-3000 pul verirsən, dişə də verə bilərik. Vallahi. Yəni qorxub eləmə. Kreditlə pulunu düzəltdirə bilərsən. Danış özü çox yaxşı ustadır. İnsan başa düşəndir. Dentist Rıza. Öz yeridir. Denən gücün buna çatır. Belədir, elədir. Eləyəcək. Ləmandan gəldim. Dentist Rıza. Mən deyir, sənin dişindən çox adam gəlib düzəltdirmiş. O vaxtı mən düzəltdirəndə dişimi hamı bəyənmiş. Ağrıdır, bəsi yox. 1 qramda keydici eləyir. Nə ağrıdacaq? Xəstəsən sən. Ağrıda diş eləyirlər. İndi hər şeyin çarəsi var. Keydici vurur eləyir də. Qarın əməliyyatı, baxır əməliyyata. Mən qarnımı yortmadı axı. 2 dənə şlanq qoşdu. Qıraqdan 2 kilo məndən piy çıxdı. Kəstirməmişəm deyə bilmirəm. Amma məndə ağrılı olmadı, yox. Prosta əyilib duranda bir damcı indi olur da əməliyyat olmuşsa. Diş əti qızarmayıb, yox. Mən qoz da sındırıram, fındıq da sındırıram. Bu dişlə nələr yiyirəm, heç elə bil öz dişimdir. Heç hiss eləmirəm mənim dişim qoyulmadı. Öz dişimdə incidirdi, amma bu dişlə mən hiss eləmirəm heç nə. Hər şey yiyirəm, heç vecimə də deyil. Sinə vafşay ağrıtmır. Aliyeva öpürəm. Sinə qəti ağrısız da. Deyərdim ki, sinə çox ağrısızdır. Sinəni mən 1 qram ağrı hiss eləmədim sinəmdə. Bir dənə əməliyyatdan çıxanda açır səni bantlayır ha. Onda bir damcı başın gicəllənir. O da qan şey olur da ona görə. Aliyeva öpürəm. Onu da həkimlər tutur, kömək eləyir. Ondan sonrası boşdur. Aliyeva çox sağ ol. Qızlar siz də atında, tac qızlar. O meymundan atında bacıya 2-500 nə olar ki? Qiymətləri bilmirəm, qiymətlər dəyişilib. Gedəcəm həkimin yanına 2-3 günə. Çoxdandır mənə yazır, gəl, mən gedə qalmışam. Gerək gedəm onun yanına. Gözümü çəkdirmək istəyirəm. Bir damcı, çox yox. Qaşımı daha doğrusu, bu ətim var, liner vurulan yer. Oran bir damcı belə, bir damcı istəyirəm çəkdirim. Bir balaca. Xanımlar çox sağ olun. Azca. Belə yox Mən belə xoşlamıram. Mənim olsa gözüm çəkişdi. Amma göz ətimə ehtiyacım var qızlar. Yox deməklə deyil. Onun təbii adiyyəti yoxdur xanım. Bir damcı göz ətimin üstünü istəyirəm. Bir damcı. Cüzü. Pis zad olmayacaq. Niyə pis olur ki? Hər şeyi qədərində eləyəndə çox da qəşəng olur.
Ha, bir damcı eləyəcəyim. Cüziyə, çünki mən bura liner vuram, istədiyim kimi qalmır da. Bir damcı, elə bir ki, belə deyir, əti var, diqqətlə baxın. İstəyirəm onu bir damcı, belə. Görürüz, çox qəşəng olacaq, çox. Mən hamı deyir ki, çox gözəlsən sən, həyatda görənlər. Sən deyir, bir damcı gözünü çəkdirsən, sən heç nə ehtiyac yoxdur. Allah haqqı, gözümün üstüdür bir damcı mən. Bir damcı çəkdirsəm, pis. Qaşlarım çünki qalındı, dartılacaq, qəşəng olacaq. Alev, 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 alev. Day vedmalar kimi yox, Salam uşaqlar, necəsiz? Özün qədərin deyirsən həkimə, həkim qədərin çəkir. Səliqəli, sempatik. Day deməyəcəm, çək qoy dünyanın başına. Qaşımı yox, qaş yuxarı yox. Gözümün üstünü. Mənim qaşım heç vaxtı qaşıma əl vurmaram. Qaş yuxarı olanda adam vedmaya oxşuyur. Bir damcı gözümün üstünü. Ətini fisiyo, bir balacı. Ehtiyac var. Diqqətlə baxın. Bax. Kızım. Yanağımın nəyini elətdirim ay qız? Camaat gedir mənim yanağımla elətdir. Anadan gəlmə. Türkmən. Bir suyum orada deyə yanağım var. Neynirəm az mən yanağı? Düşdü ki bu. Allıma yanaq güldü. Mən yanaq yaraşmır. İstəmirəm. Nədir odur? Mən xoşlamıram. Yanaq. Artıq yanaq üstə yanaq. Belə görsənəcəm. Hə, Allah haqqı mən yanağımı eləməmişəm. İkisinə mən yanaq yaraşmır. Bir dəfə kim eləmişdi yadınızdadır? Mənə adlarını çəkmirəm. Yanağım belə püskünə şişib qalmışdı. Aliyevə öpürəm. Ne günə qoymuşdu ay qız məni. Özümdən iyrənirdim. Bülent Ersoy'a oxşuyurdum. Aliyevə canımsan. Quran haqqı ne günə qoymuşdu məni. Xudaya. Dodağımda hə var. 03'dür. Altda da aşağıda da 03'dür. Hamısı bir yerdə. 05'dən də az. Aliyev öpürəm ürəyim. Qızlar siz atında tacda. Meymundan atında bacıyanlar. Gecikili kesime bəydiyi qırban. Yo, yanağımı eləsəm yanağım pis görsənəcək. Çünki bizdə yanaq var. Mamamda da baxsaz görərsiniz. Bizdə bura var. Məndə ona görə arıqlayanda bura yaraşmır. Bura sümüylənir, üzüm püskünə qalır. Seyir var. Qalıcı laynerini inirəm az. Vırıb gözümüz adımı deşərlər. Küs sənin başıma. Layner vurmaq belə çətindir. Qalıcı layner elətdirir. Qalıcı tanan elətdirirlər. Qalıcı layner elətdirir. Qalıcı pamada elətdirirlər. Day nə qaldı? Dur sürt də. Giclərin qırılsın. Vursun gözümü çıxartsın, qoysun ora. Eləyənlər elə bir gözünün üstündə sərçə uçur, qanadı başa əyilir. Bizdə layner çəkə bilən var, sən Allah. 2 həsir Məmməd Nəsir, 50 əsir iş görəndə. Beyquş kimi. İş görə bilirlər az bizdə. Saçımı verirsən sarı ilə, saçımı qırmızı edib qoyur ora. Reflidən əsər qalmır. İndi onun adı reflidir də. Bir dəfə bir dənə ustaya qayıtdım ki, bu ambre əvvəl refli olub da. Durdu üzümə ki, dedim, ay qardaş, üzümə nəyə durursan? İndi bunun adı ambre idi də. Bu refli gedir də. Qara sarı reflidir də bu. Əvvəl buna refli deyirdilər. Durdu üzümə ki, yox, bu ambredir. Sən mənim ambremi təqqir edirsən. Dedim, kül mənim başıma. Sən neyvi təqqir edirəm, seylərin qırılsın. Dedim ki, sən toş başına, gic başına. Ambre gedir də onun adı da. Yo, durdu üzümə ki, yox. Qurban olum, əvvəl elə şey də satırdılar da, zər satırdılar, yadımdadır. Mamam zat saçına mən belə uşaq idim, ağzımın suyuna axıb baxırdım qızlara. Belə saçlarını açırdılar, saçların aralarına belə karandaşla vırırdılar, refle kimi. Yadımdadır da, zərri ruçqa. Mən də belə baxır, dedim, ay Allah, haçan böyüyəcəm mən. Haçan mənim ağzıma pox qoyacaqlar.
Qonşumuzun qızı nişanlısı gəlirdi. Otururlar otaqda söhbət edirlər. Mən də belə baxırdım həsrətlə. Böyüməyə tələsirdi. Hanı deyib böyüdü, pox qoydular ağzımıza. Adam təzə-təzə böyüyəndə kim tanış olur elə bilir ona gedəcək. Başlayırdı gəlinlik xəyalları qurmağa, ərə getməyə. Saf vaxtlarımız idi də, saf. Uzun vaxt elə bilirdim danışanda ölürəm, çezirəm oğlan. Çünki oğlan görsəm heç yadıma düşməz ki, hansı oğlandı. Doğrudan da həyat niyə belədir görəsən? Az heç üzü yadımdan çıxıb. Quran haqqı bir dənə oğlan istəyirdim, ölürdüm ondan ötürü. Hər gün onu görmək üçün mağazində işləyirdi, dükanda. 2 qardaş idilər, gəlmişlər bizim qonşumuzun dükanında işləyirlər. Onu görmək üçün qızlarla düşürdü, simiçka zad alırdıq. Hər gün o da getdi qonşumuzun qızını aldı. Pox qoydu mənim ağzıma. Prosta baxırdım, baxırdım. Sonra adam elə gəlir ki, o yaşlarda kimsə istəyirsən. Böyüdükcə görsən ki, yox, o deyil. Hələ bir damcı özünə bax, belə özünə bax, bəzən qonşulara salam da vermirsən. İşdən gəlib gələndə kablukla tak-tuk, 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 tak-tuk. Adam heç qonşulara həmişə işə getməyi nəyini sevirdim. Naşnikdə yolda mahnıya qulaq asmağı sevirdim. Dedim, səhər asası işə gedərdim, yolda mahnılara qulaq asardım. Hara gedirdim ki, yazıq canım, işim var idi. Elə bilən işə gedişdən gəl. Hər səhər dururdum, şifaner tökürdüm. Təzdən yenə eyni cındır paltarlarımı geyinib gedirdim. Saçımı gah açırdım, gah yığırdım, gah açırdım, gah yığırdım. Qapıdan çıxanda qayıdırdım da, təzdən açıb darayıb çıxırdım. Qapını açırdım, bu ayaqqabını geyinim, qaydırdım da, yox, krasovka geyinim, bu ayaqqabını geyinim, krasovka, bu ayaqqabını geyinim. Mamam dedirdi, axır cındırlarımdan birini geyim, bas bayram. O ışığı söndür, yatım, mən də işə gedəcəm. Axşam xəyal edirdim, YouTube'a baxıb qızlara, qız, mən də sabah belə geyinəcəm. Dururdum, xəyallar oxlayın, arzular onlayın. Cındır günündə, elə bir Targovda oturmuşam dilənçi. Səhər yuxudan duranda bəzənmək yada düşür. Elə vaxt orada əlimi yuyub, saçımı elə dumurlayıb çıxıb qaçırdım işə. Mən də sənin kimi elirdim. Geyinib keçirdim, gedirdim qapının ağzına. Bu sunkanı götürüm, bu ayaqqabını götürüm. Yox, təsəvvür elirdim yolda yeriməyimi. Kablokda yerisəm belə yerəcəm, krasovkada yerisəm belə yerəcəm. Metroda oturanda oğlanlar mənə baxsa belə görsənəcəm. Bədbaxt idim də, qızdıq elədi də, başa düşdün. Gör nəyləri xəyal eləmişəm. Cəmaat pul qazanmaq edim, mən özümü göstərirəm. Ancaq elə şeyləri xəyal edirdim. Mahnıya da qulaq asanda elə yerirdim, gök klip çəkirəm də, mən səhnədə yeriyirəm. Bir də gözümü açırdım ki, metroda basa-basdayım küssənin başıma. Hansı oğlanı xəyal edirdim, bilmirdim. Nə qədər gözümü yumurdum, kimisə xəyal edim, xəyalıma heç kəs gəlmirdi. Mahnıda da qulaq asanda. Alınmırdı, sizdə də elə olub. Az gic-gic adamlar gəlirdi gözümün qabağına. Niyə elə olur görürsən? Mahnıya qulaq asırsan ki, məsələn, filan kəsi xəyal edirsən, filan kəsi bir il bundan qabaq danışdığın yadıma düşür, adiyyatı var. Az bir də görsən, klip çəkirdim mahnı ilə, göy yol gedirəm, qəzaya düşürəm. Qız psixologiyası elədi də, öz-özümü bir də gördüm, metroda gözümdən yaş gəlir. Bədbaxtam axı. Mahnı ilə özüm üçün klip çəkirdim mahnılara qulaq asırsan. Bir də gördüm, çatmışam, düşürəm. O qədər metroda elə getmişəm, çaşıb getmişəm, harada düşmüşəm. Təzdən yenə suyum axa-axa gəlmişəm, burada palet eləməmişəm də, düşmüşəm metrodan, göy ki, elə burada da düşürəm. Təzdən yenə suyum axa-axa, abratını, von period. Bir də görsən, metroda qalırdıq, ay Allah, elə sevinirdim, indi metroda qalsam ürəyim gedər, sevinirdim ki, ay Allah, metroda qaldıq, vaxt gedir. İşə də gedəndə müdür ağzıma pox qoyurdu, 5 mat cərməliyirdi, qoyurdu orada. Dedim, ay müdür, metroda qaldıq, mənim günahım yox. Tez çıxardın, metroda qalmazdın, gözüm aydın. Tamam, necəsiz? Nə? Tamam, necəsiz? Yaxşı olmanı yaxşıyam. Sən Allah, sən danışanda niyə belə danışsın? Başa düşmürəm, mən səni Quran adlandır. Tez danışıram. Bir gün belə danışsan, bir gün belə. Səndə cadı var, elə bil. Nə var? Cadı. Mən də. Qəribəsən, bir gün beləsən, 5 gün. Danışıqdan bir neçə yox. O bir güclə danışırsan, qurban sən, elə bil axıtın yox. Məşqdən çıxmışam axı, yorğunam. Mənə bax, belin zadın ağrıyır. Yuxudan duranda. Bəli, qoynumda var. Cadı var sağ tərəfdə. İndi bax. Qız eləyib ha, sənə özdə bərk eləyib ha. Bir də onu, Allah haqqı var. Eləyib də. Eləyib.
Bəs xeyri oldu, danışırsan o qızla. Yox, heç elə danışmıram deyirik də. Bəs kilonun başına eləyir yenə də danışmırsan. Ona görə bax deyirəm pul tökmündə deyir. Eləyib ki, ölüm. Öləsən? Hə, eləyib ki, hər yerdə. Hə, boş şeydir sən Allah. Yəni mənə dönməyəcəm ki, ya oğurluq edəcəm çarəsizlikdən, ya avariya edəcəm, ya Onu da sənə kim deyib sən ölən Nərvin görü? nə deyim Hansı mən. ki çalladıb səni? Amma var Allah haqqı var çünki ağrısı verir belə. Ətin tökülsün, pulunu yemək üçün kimsə alladıb səni. Elə şunu Mən pul ölmürsən. verməm ayrı ki, Bəs mən Allahdan başqa işlə yana getmə. nəş ölmədin? Yox, çarəsizlik verir də, yəni axırda çarəsizlik, hər yer bağlansın elə. Bağlanıb. Avariya eləmişəm, işdən çıxırmışam. Ata qazdı məndə infarkt keçirdi. Bundan artıq bağlanma var. Onda qayıt da qıza yollardan açılsın da. Ben yerdaydım axı, qızdan demə... Niyə Hadi betər günə qaldın da. Da eləyədin yenə dibdə betər eləyib ki, da bir dəfə eləyirsən. Neynəmişdin ki ona elə yanıqlı qalıb səndən? Heç nə, sadəcə eşitmədiyim şeyləri eşitdim, dedim, üzrü sayın, mən sən yalan danışamaram, ayrıldım. Amma hər şeyi də eləyirdim. Ayrıldım, ona görə o da yanıqlı qaldı, ayrıldım, o belə elədi. Nə eləyirdin hər şey? Hər şey eləyirdim, nə istəyirdi, alırdım, göndərirdim, verirdim, elə. Özüm elədim, eləmədiyimi həm qadın eləyim. İndi Allah xoşbəxt etsin, hərəm babalı öz boyunda. Qadın deyəndə ki, qızı, qadın idi. Hə, yəni xanım da, qadın demirəm də, yəni çox qadın dedim. Yəni hərəm öz babalı öz boyunda da, mən onu tanıdım, tanışamaram. Bəlkə də o eləməyib, kimsə onun haqqına girir. Hani işte, yalanla kimsə haqqını yeməyəm, Allah'tan baxım. Yəni baba, kim eləyib öz boyunda. Mesela mən onu yemərəm, qorxaram ona.